Vitaminlərin çoxu da zərərdir. Bütün fiziki və zehni inkişafında geriləmə olacaqdır. Ölümcül və ya əqli inkişafın geriləməsi. Antibiotik uşağımıza vurulur, 5-6 dəqiqə sonra artıq anafilaktik şok gəlişmiş olur. Salam, mən Lalə Nur Məmmədova. 1992-ci ildə anadan olmuşam. 2009-2015-ci illər arasında Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmişəm. 2017-2021-ci illərdə Türkiyədə Bezmi Aləm Vakum Üniversitesi Hastanəsində çocuk sağlığı və hastalıqları üzrə rezidentura təhsili almışam. 2021-2022-ci ildə həmin universitetdə çocuk acil uzmanı olaraq çalışmışam. Hal-hazırda 2022-ci ildən etibarən Pediatriya mərkəzində həkim pediatr olaraq fəaliyyət göstərməkdəyəm. Günümüzdə ən böyük problemlər uşaqlarımızın uşaqlıq dönəmlərini yaşaya bilməmələridir. Bunlar nələrdir? Texnologiyanın həddindən artıq inkişaf etməsi, ekran məruziyyəti, televizor, planşet, telefon, bunlara məruz qalma, oturaq həyat tərzi kimi stresli, gərgin həyat tərzi uşaqlarımızı uşaqlıq dönəmlərindən uzaqlaşdırmaqdadır. Öncəki zamanlarda, bizim yaşadığımız dönəmlərdə biz canlı oyunlar oynayar, bayırda uşaqlarla havada canlı oyunlar oynayaraq zaman keçirirdik. Hal-hazırda isə uşaqlarımız oturaq həyat tərzi keçirirlər. Bu özü də piylənmə ilə nəticələnə bilər. Uşaqların həm fiziki, həm zehni inkişafının daha geridən gəlməsinə nədən ola bilər. Valideynlərimiz də əslində bunlardan şikayət edir, amma əslində 0-6 yaş arasında uşaqlarımızın tez-tez xəstələnməsi normal inkişaf mərhələsidir deyə bilərik. Hansı ki, bu xəstələnmə dönəmlərində uşaqlarımız xəstəxana yatışı yoxdur, ağır infeksiya keçirmir və həfif simptomatik müalicələrlə atlatır keçir. Bu əslində normal inkişaf mərhələsidir ki, bu yaş dönəmlərində xüsusilə immun sistemi tam yetişkin olmadığı üçün infeksiyaları tez-tez keçirir və əslində yaddaşına bir növ həkk edir. Və sonra bu infeksiyalarla yoluxma olduğu zaman artıq bu infeksiyaları tanıyır və bu infeksiyalar artıq keçirmir. Nəticə etibarilə bu illər ərzində uşaqlarımız həm bağçaya gedirlər, həm sosial olaraq aktiv olurlar. Bu illər ərzində digər uşaqlardan tez-tez infeksiya almış olurlar. Bu özü də bizim üçün əslində təhlükəli bir durum deyil, normal bir durumdur. Ancaq ki, uşaqlar bir aydan tez xəstələndiyi zaman, həmçinin uşaqlarımız xəstəxana yatışı oldu, ağır infeksiyalar keçirdi. Valideynlər söyləyir, doktor, ayda bir xəstəxanaya düşürük. Bizim uşağımız niyə belədir? Biz niyə dərmanlardan qurtula bilmirik? O zaman isə əsas olaraq immun çatışmazlıqlar və digər xəstəliklər araşdırılmalı və həkim nəzarəti ilə diaqnozu qoyulub müalicə edilməlidir. Antibiotiklər nə zaman uşaqlarımıza verilməlidir? Antibiotiklər sadəcə bakterial infeksiya olduğunda yararlı olur. Bizim gördüyümüz bu uşaqlarımızda infeksiyalar var, amma bu infeksiyalar virus infeksiyaları olma ehtimalı çox yüksəkdir. Yəni bunlar nələrdir? Həfif uşaqlarımızda burun axıntısı var, burun tıxanıqlığı var, həfif boğaz ağrısı olur, hərarəti yüksəlir və uşağa heç bir tədavi vermədən 5-7 gün ərzində öz-özünə toparlayır. Bu virus infeksiyasıdır. Hər hansı bir antibiotik verməyə gərək yoxdur. Ancaq burun axıntısı irinli axmağa başlayıb, uşaq klinik olaraq bəslənməsi azalıb, yüksək hərarəti var, halsızdır, düşkündür. Valideyn deyir ki, doktor, mənim uşağım belə deyildi və hərarət uzun müddətli 48-72 saatdan çox sürürsə və uşağımız toksik görünüm dediyimiz bu görüntüdədirsə, o zaman həkim nəzarəti ilə, həkim təyinatı ilə düzgün dozada və düzgün antibiotik seçərək və gününü də düzgün ayarlayaraq o zaman antibiotik verə bilərik. Amma təbii ki də antibiotikləri həkimlərimiz verməlidir, valideynlər deyil. Öz başına qərar vermək olmaz. Sadəcə biz tərəfindən antibiotik təyin oluna bilər. Əgər uşağımız sağlamdırsa,
düzgün balanslı bəslənirsə, bu nə deməkdir? Yəni zülallarla, karbohidratlarla, yağlarla zəngin, vitaminlərlə zəngin qidalanırsa, o zaman hər gün uşağımıza vitamin təqviyəsi verməyə gərək yoxdur. Çünki verdiyimiz qidaların içində zaten vitaminlər vardır. Ancaq bəzən uşaqlarımız olur ki, iştahsız olur. Qida seçirlər, yəni seçici davranırlar. Deyirlər ki, ata, ana, mən bu yeməyi yemirəm, mən bu yeməyi xoşlamıram. Hansı ki, bu yemək böyük dərəcədə vitamin təqviyəsi gərəkdirən qidalardır ki, bu zaman məcbur vitaminlər verə bilərik. Amma yenə də laborator tədqiqlərinə baxaraq uşağımızın əgər vitamin çatışmazlığı varsa, müalicə dozasında vermək gərəkir. Yox, əgər çox ağır çatışmazlığı yoxdursa, həfif oynama varsa, o zaman profilaktik dozada verə bilərik. Ancaq D vitamini kimi vitaminlər payız-qış dönəmlərində profilaktik olaraq yenə də dəyərlərə baxılaraq verilə bilər. Rutin verməyimizə gərək yoxdur təbii ki də. Uşaqlarımıza ehtiyac varsa, biz ehtiyac görürüksə verə bilərik. Valideynin aptekdən mən alım, bu vitamini də verim, o vitamini də verim. Hər şeyin fazlası, çoxu zərər olduğu kimi vitaminlərin çoxu da zərərdir. Bunu unutmamağımız gərəkir. Dəmir bildiyimiz kimi metaldır və bizim qan hüceyrələrimizdə bu dəmir var. Dəmirin mexanizmini qısaca demək istəyirəm ki, oksigenin daşınmasında xüsusi rol vardır ki, bu zaman nə olur? Çatışmazlıq olduğunda xəstələr necə baş vururlar? İlk öncə solğun olurlar uşaqlarımız. Halsız, düşkün, diqqət əksikliyi olur, iştahsız olurlar. Bəzən çox yuxulu, bəzən isə yuxusuz olurlar. Bəzən ləng ola bilirlər, bəzən də aqressiv ola bilirlər. Bu simptomlarla bizə gələ bilərlər. Yəni xalq arasında nə deyirik? Qan azlığı, anemiya görülə bilər bizim uşağımızda. Bütün fiziki və zehni inkişafında geriləmə olacaqdır. Yəni sadəcə fiziki deyil, zehni olaraq da uşağın götürmə qabiliyyəti zəifləmiş olacaq, konsentrasiyası zəif olacaq. Yəni bəzən müəllimlər belə şikayət edə bilər ki, digər uşaqlara eyni dərsi anlatırıq, anlayırlar, bu uşağa bir şeyi 5 dəfə anlatırıq, amma bu uşaq anlamır. Yəni siz bu uşağı bir həkimə göstərin, bir problemi var uşağın deyə bilərlər. Müəllimlərimiz belə uyara bilərlər. D vitamini çatışmazlığı olduğunda da həmin şikayətlər ola bilər. Uşaqlarda halsızlıq, iştahsızlıq, düşkünlük, tez-tez xəstələnmə durumu ola bilər. Hətta uşaqlar yuxuya meyilli ola bilərlər, ləng ola bilərlər. Bunu da hər iki dəyərlərə qan analizlərində baxılıb, əgər əksiklik varsa, yerinə qoyaraq müalicə etməmiz gərəkə bilər. Hansı ki, bunları yenə də dediyim kimi biz həkimlər edirik. Yəni, öz başına nə dəmir preparatları, nə də D vitamini kimi təqviyə edici qidalar istifadə edə bilmərik. Bunu bildirmək istəyirəm. Yəni, valideynlərimiz haqlı olaraq beyində suallar olur, təbii ki, narahat olurlar, haqlı olaraq narahat ola bilirlər. Peyvəndlər əslində zərər vermək üçün deyil, xeyir vermək üçün var. Peyvəndlənmə ilə bir çox ağır xəstəliklərin biz qarşısını alırıq. Hansı ki, bu ağır xəstəliklər bir öncəki illərdə uşaqlarımızda ölümcül və ya əqli inkişafın geriləməsi, fiziki inkişafın geriləməsi kimi xəstəliklərlə nəticələnə bilərdi ki, bunları biz peyvəndləmə üsulu ilə demək olar ki, aradan qaldırmışıq. Bütün hamı bildiyi kimi, keçən il qızılca xəstəliyi bütün uşaqlarda yayılmışdı. Hansı ki, mənim öz praktikamda belə uşağın tənəffüsü dayanıb, ürəyi dayanıb bizə müraciət etmişdi. Biz ona resusitasiya belə eləmişdik. Yəni, adi bir qızılca infeksiyası bizim göz ardı etməməmiz gərəkən infeksiyalardandır ki, bu infeksiyalar ölümcül ola bilər, uşaqlarımızda təhlükəli nəticələrə səbəb ola bilər. Ona görə mütləq peyvəndlənmə, peyvəndlənmə, peyvəndlənmə. Yəni, peyvənd mütləq gərəklidir və bütün uşaqlarımız peyvəndlənmə haqqı vardır və hamısına peyvənd olunması gərəkməkdədir.
Bu vacib bir məsələdir və biz həkimlər olaraq da sizi bilgiləndirməkdə özümüzü borc bilirik. Bəzi söyləntilər var ki, uşaqlarda peyvənd edildikdən sonra autizm xəstəliyi yarana bilər, hər hansı bir xəstəliyin ağırlaşması ola bilər, uşaq ölə bilər, peyvənddən şok keçirdə bilər ki, belə bir xürafələr var deyək. Təbii ki, bunların hamısı yanlışdır. Peyvəndlər tamam həfif simptomlarla özünü göstərə bilər ki, hansı ki, o uşaqda həmin gün peyvənd olunduğu gün həfif hərarət yüksəkliyi ola bilər, həfif halsızlıq ola bilər ki, həfif simptomatik əlamətlər görülə bilər və bu zamanda biz onun qarşısını almaq üçün zaten önərilərdə bulunuruq, valideynlərimizə söyləyirik. Bu şikayətlər olduğunda bu tədaviləri edəcəksiniz və uşaqlar da rahat bir şəkildə atlatırlar, yəni bu dönəmi. Ən böyük təhlükə peyvənd deyil, peyvənd olunmamaqdır. Əslində immun sisteminin formalaşması dərmanlar və ya vitaminlərlə deyil, sağlam həyat tərzi ilə formalaşır. Uşaqlarımız düzgün, sağlam bəslənilməli, düzgün yuxu rejimi, düzgün şəkildə, təmiz havada, açıq havada gəzmək, ondan sonra gərginlikdən, stressdən uzaq olması, daxili münaqişələrdən, bəzən ailəvi münaqişələr uşaqlarımıza da sıçrayır, amma bunun ailələrimiz fərqində deyil. Bunlardan azad olunduğunda təbii ki, immun sistemi də güclü olur, uşağımızın fiziki inkişafı da, zehni inkişafı da daha yaşında, daha sağlam seyr etmiş olur. Sağlam, doğru bəslənmə. Yəni, uşağımız meyvə, tərəvə, süd və süd məhsulları, ət və ət məhsulları kimi sağlam qidalarla qidalandırmaq, onları poçetli qidalardan, fast foodlardan uzaq tutmaq gərəkir. Yuxu rejiminə diqqət etmək gərəkir. Düzgün zamanında yatmalı, zamanında qalxmalı uşaqlarımız. Gərginlikdən azad edilməsi gərəkir. Yəni, stresli ortamlar, gərgin ortamlar uşaqlarımıza zərər verə bilər ki, bəzən ailə daxili münaqişələrdə belə bu stressə övladlarımız da daxil ola bilir. Təmiz və açıq havada gəzdirmə. Bu çox önəmlidir. Uşaqlarımızın həm psixikasını, həm fiziki inkişafına müsbət təsir edəcəkdir və bağırsaq florasını normal tutmaq. Yəni, sağlam bəslənmə olduğunda sağlam bağırsaq florası olur və bu əslində bizim immun sistemimiz də bunlar saydıqlarım sayəsində də daha güclü olmuş olur. Övladlarımız daha sağlam gələcəyə addım atmış olurlar. Uşağımız hər zaman xəstələnirsə, bu hər zaman ciddi problem anlamına gəlmir. Mütləq araşdırılması gərəkən bir durumdur. Nə ola bilər? Bəzən genetik meyilliliklər və ya xəstəliklər ola bilər. Xroniki xəstəliklər ola bilər uşaqlarımızda. Allerjik bir baz ola bilər ki, bu zaman uzun sürən xəstəliklər görə bilərik uşaqlarımızda. Bunu aydınlaşdırmaq üçün, əgər uşağımız bir aydan tez-tez xəstələnirsə və xəstəlikləri ağır keçirirsə, o zaman mütləq bir həkim pediatrın yanına gedib araşdırılması gərəkməkdədir. Gərəkirsə genetik açıdan, gərəkirsə immunolojik açıdan, gərəkirsə allerjik açıdan araşdırılması gərəkir. Əgər uşaqlarımız xəstədirsə, hər zaman antibiotikaya qaçmaq olmaz və onun səbəbini araşdırmaq üçün dərinliklərə enmək gərəkir. Hər zaman uşağım xəstədir, mən antibiotik verim, düzəlsin və ya valideynlərdə belə bir durum olur. Uşaq xəstələnmədən öncə antibiotik başlayır ki, doktor, xəstələnməsinin qarşısını alsın, biz bu antibiotiyi ona görə başladıq. Yəni, elə bir durum yoxdur, elə bir vəziyyət yoxdur. Əgər uşaq xəstədirsə və həqiqətən bakterial infeksiya keçirirsə, o zaman antibiotik verirlər. Ondan başqa antibiotik vermək faydalı deyildir. Əksinə zərərlidir. Bəli, allerjik rinit ola bilər. Hansı ki, bu axıntı 2-3 həftə davam edir, davamlı olur. Ancaq axıntı şəffafdır və özəlliklə səhərləri asqırmaqla nəticələnirsə, bu zaman allerjik rinit deyə bilərik. Ancaq allerjik rinitdə biz uşağımıza antibiotik verək,
uşağımız sağalsın kimi deyil də, onun müalicə taktikası tamamilə fərqlidir. Bəzən uşaqlarımızda burun axıntısı digər xəstəliklərlə də qarşılaşa bilər ki, ilk 5 yaş uşaqlarımızda yağ cisim aspirasiyaları ola bilər. Yağ cisim aspirasiyaları uşaq çox aktiv olur, oynayır. Bu zaman hər hansı bir muncuq və ya oyuncağın hər hansı bir hissəsini burnuna daxil etdiyində, o zaman burun hissədə qalır o yağ cisim və uzun müddət o hissədə tək tərəfli axıntı ola bilər. Dediyim kimi, əgər allerjik rinitdirsə və ya yağ cisim aspirasiyası və ya digər xəstəlikdirsə, bunun diaqnozunu mütləq həkim qoymalıdır. Mən sizi yanlış yönləndirməyim ki, uşaqda axıntı var, davam edir və burun axıntıları asqraqla nəticələnirsə, bu zaman uşağım allerjik rinitdir, mən heç bir şey etməyim kimi düşüncəyə qapılmayın. Mütləq həkiminizə müraciət edin. Son zamanlarda uşaqlarımızın yatmamaq şikayətlərini valideynlərdən çox eşidirik. Amma eyni zamanda da valideynlərimiz bunu normal olaraq qəbul edirlər. Yəni, əslində bu normal bir durum deyildir. Uşağın yuxu pozuntusu varsa, bu bir çox səbəbdən ola bilər. Hansı ki, övladlarımızda yuxu pozğunluqları, yenə də söyləyirəm, ekran məruziyyəti nəticəsi ola bilər. Ekran məruziyyətində televizor, planşet, telefon kimi vasitələrlə uşağımızın beyni davamlı aktiv qalır, davamlı stres, davamlı gərginlik, davamlı aqressivlik durumu olur ki, bu zaman yuxuya keçiş dönəmləri daha çətin olmuş olur. Bundan əlavə olaraq düzgün qidalanmamaq, yəni fast foodlarla, abur-cuburlarla bəslənmək, yatmadan öncə çoxlu şəkərli yeyəcək və içəcəklərdən istifadə etmək, bunlar da yuxu pozğunluqları yarada bilərlər. Stres ortamında gərginlik, aqressivlik, uşağın gərgin olması da bu da yuxu pozğunluqları yarada bilər. İlk öncə yuxu pozğunluqlarının qarşısını almaq üçün sağlam həyat tərzinə və yuxu rejimi rituallarına əslində daha çox yönəlməmiz gərəkir. Düzgün bəslənsin uşağımız, fiziki aktivliyi aktiv olsun, oturaq həyat tərzindən uzaq olsun. Bu problemləri əslində bəsit çözümlərlə həll edə bilərik. Uşaqlarımız əslində çox ağır çanta daşımamalıdırlar. Bu bir mənalı olaraq qəbul edilməlidir. Duruş pozisiyalarına diqqət etməlidirlər. Bu, onurğa sütunu əyrilikləri ilə nəticələnə bilər. Uşağımızda skalyoz, kifoz, lordoz kimi onurğa sütunu əyrilikləri meydana gələ bilər. Uşaqlarımızda qida rasionuna diqqət etmək gərəkir. Məktəblərdə özəlliklə uşaqlarımız valideynlərdən bu hardasa deyim 7-ci, 8-ci siniflər, 9-cu siniflər artıq mən varam, mən bir yetişkinəm kimi bir duyğuya qapılırlar. Bu zaman valideynlərindən pul alıb bufetlərdən istədikləri fast food qidaları alırlar, onlarla bəslənirlər. Bunlar təbii ki də zərərlidir. Bunlardan istifadə etməyəcəklər. Məktəblərdə özəlliklə havalandırmaya diqqət etmək lazımdır otaqlarda. Buna müəllimlərimiz xüsusilə diqqət etməlidirlər. Çünki bəzən olur ki, otaqda 20 nəfər, 30 nəfər uşaq olur və 45 dəqiqə ərzində heç havalandırma olmur. Sonraki dərsə keçirlər. Bu zamanda yenə də havalandırma olmur. Bu nəticə etibarilə yoluxucu infeksiyaların uşaqların bir-birinə keçməsinə zəmin yaradır. Havalandırma mütləqdir. Havalandırmaya diqqət edəcəyik və özəlliklə oturaq həyat tərzi. Uşaqlarımız buna da diqqət etməsi gərəkir müəllimlərimizin. 45 dəqiqəlik dərsdə oturdular və oturaq həyat tərzidir bu və 5-10 dəqiqəlik tənəffüsdə tamamilə oturaraq fast foodlarını yeyirlər, söhbət eləyirlər və ya telefonla oynayırlar və ikinci 45 dəqiqəyə keçirlər. Nəticə etibarilə nə olur? Hərəkət məhdudiyyəti olur və oturaq tərzi sürmüş olurlar. Bu da uşaqlarımızın fiziki və zehni inkişafı üçün zərərli olmuş olur. Özəlliklə məktəb
otaqlarında işıqlanmaya diqqət etmək lazımdır və xüsusilə uşaqlarımız kitab oxuduğu zaman, yazı yazdığı zaman oxuduğu və ya yazdığı kitab və ya dəftərlə göz məsafəsi uyğun olmalıdır. Əgər bunlarda normallıq olsa, zəif işıqlanma və ya çox yaxından baxma və ya çox uzaqdan baxma durumu olsa, təbii ki də görmə problemləri ilə də qarşılaşa bilərik. Əziz valideynlərimiz, bağçalar əslində uşaqlarımızın ikinci evidir. Yəni, evimizdə çox ideal bəsləyirik, səhər yeməyi, günorta yeməyi, axşam yeməyi, çox ideal, sağlam bəslənir uşaqlarımız. Ancaq bağçaya getdiyində artıq qazlı içəcəklər, rəngləndirilmiş içkilər, daha doğrusu, fast foodlar, peçenyalar və ya digər zərərli qidalarla təmasda olur. Təbii ki də artıq sizin o evdə etdiyiniz o özənmələr hamısı bir anda yox olur. Yəni, düzgün qidalanma ideal bir şəkildə davam etməlidir və davamlılıq təşkil etməlidir. İndi yaxşı bəsləndi, bağçada yaxşı bəslənmir, fast foodla və ya peçenya kimi bəsit karbohidratlarla bəslənirsə, o zaman bizim övladımıza sağlam bəslənir deyə bilmərik. Bu bir mənalı olaraq qəbul edilməlidir və özəlliklə özünüz və müəlliminizin nəzarəti altında olmalıdır bu bəslənmə rejimi. Nəticə olaraq da belə bəsləndiyi zaman uşaqlarımızın immuniteti zəifləmiş olur, mədə-bağırsaq problemləri yaşayır və böyümə inkişafına negativ, yəni mənfi təsir göstərmiş olur. Özəlliklə bunlara diqqət etməmiz gərəkir. Uşaqlarımız evdə yuxu rejiminə necə diqqət edilirsə, övladlarımız bağçalarda da günorta və ya günortadan sonra yuxu rejiminə də diqqət edilməsi gərəkməkdədir. Onların böyümə inkişafı üçün yuxu çox önəmlidir. Uşaqlarımız əgər xəstədirsə, burnu axır, virus infeksiyası keçirir, həfif simptomları varsa, o zaman o dönəmlərdə bağçaya göndərməməmiz gərəkir ki, digər uşaqlarımıza da o infeksiya keçməsin. Əgər infeksiyası olan, xəstə olan uşaq bağçaya gedirsə, təbii ki, onlarda bir-birinə yoluxma olur və infeksiya bu şəkildə yayılmış olur. Valideynlərimiz buna daha çox diqqət etmələri gərəkməkdədir. Valideynlərimizə uşağınızı qoruyun dediyimizdə bəzən aşırıya qaçmış olurlar. Yəni, uşağımızı hər yerdən təcrid eləmiş olurlar. Nə parka göndərirlər uşağımızı, nə başqa uşaqlarla təmasda olmağını istəyirlər. Yəni, sosial olaraq aktivliyini də qısıtlamış olurlar. Bu, doğru bir yanaşma deyil, təbii ki də. Bu infeksiyalara əslində yoluxma bir nevi immun sistemimizin məşqidir, təlimidir. Yəni, immun sistemimiz bu infeksiyaları tanımalı və bir növ özündə təlim keçməlidir və özünü bu infeksiyalardan qorumalıdır. Bəzən valideynlərə qoruyun dediyində uşağımızı məcazi mənada şüşənin içində saxlayın. Görsünlər, amma toxunmasınlar. Görsünlər, amma getməsinlər kimi təbii ki də doğru bir fikir deyil. Uşağımız gərəkirsə havada da olmalıdır, gərəkirsə torpaqla da təmasda olmalıdır, gərəkirsə gəzməlidir, oynamalıdır. Təbii ki də hər zaman nəzarətiniz üzərində olacaq, diqqətli olacaqsınız. Dəymə, düşmə hadisələri ola bilər, əzilmə hadisələri ola bilər. Onlara diqqət edəcəksiniz. Onun dışında uşağımızın sərbəst yaşamağı üçün də ona bir alan təyin edəcəksiniz. Uşağımız sosialləşməlidir ki, o böyüsün, inkişaf etsin, məntiqi də gelişsin. Əslində, hər uşaq aktivdirsə, oynayırsa, canlıdırsa, bu hiperaktivdir deyə bilmərik. Bəzən valideynlərimiz də hər 5 valideyndən biri gəlib deyir ki, doktor, mənim uşağım hiperaktivdir. Əslində uşağımıza hiperaktiv demək üçün impulsiv davranışları olmalıdır, öyrənmə güclüyü olmalıdır, diqqət dağınıqlığı olmalıdır. Ən azından bunlar da əlavə olaraq olmalıdır ki, uşağımıza hiperaktiv deyə bilək. Amma uşağımızın
davranışlar tamamilə normal, öyrənmə gücü normal və eyni zamanda da əyləncə dolu, canlıdır, aktivdirsə, o zaman hiperaktiv deyil. Yəni bu normal uşaqlığın inkişaf mərhələsidir və bu anormal bir durum deyildir, normal bir durumdur. Valideynlərimizin isə burada ən böyük rolu bu enerjini yönləndirməlidirlər. Həmin uşaqlarımızı idmana, rəqsə və digər hobi amaçlı sevdiyi yerlərə göndərərək onların enerjisini yönləndirib həm öyrədici olsun, həm fiziki və zehni inkişafını daha da inkişaf etdirmiş olsun. Autizm xəstəlikləri artır, çünki uşaqlarımız daha çox ekrana məruz qalırlar və nəticə etibarilə virtual dünyaya daha çox meylli olurlar. Amma autizm xəstəliyi artır da deyə bilmərik. Çünki artıq bizim autizmi tanımağımız daha çox artıb, bizim həssasiyyətimiz daha çox artıb ki, biz həkimlər daha tez davranırıq, daha tez anlayırıq və daha tez reabilitasiyaya xəstələrimizi göndəririk ki, hansı ki, bu reabilitasiya ilə uşaqlarımızın davranışını, sosial inkişafını daha tez bir zamanda toparlamasına və uşaqlarımızın normal bir vəziyyətə gəlməsinə səbəb olur. Valideynlərimiz üçün isə uşaqlarımızı dəyişmək deyil, onların dünyasını anlamaq və onlara uyum sağlamaqlarıdır. Bir dəfə belə bir hadisə olmuşdu. Bu biraz dramatikdir. Hardasa 10-12 yaşında qız uşağıdır. Supraventrikulyar taxikardiyası var və diaqnoz qoyulmayıb əslində və bizə gəldi. Xəstənin vəziyyəti çox ağırdır, ürəyi o qədər sürətli atır ki, yəni dinləyə bilmirsən. Tut bu şəkildə atır. Hardasa dəqiqədə 250-nin üstündə atır. Və uşaq deyir ki, mən nəfəs ala bilmirəm, danışa bilmir və bunun bir tədavisi var və əslində bu tədavi bizim üçün çox önəmli, çox əlzəm, uşaq üçün də çox önəmli və çox əlzəmdir. Amma hər mərkəzdə, hər xəstəxanada bunun tədavisini eləmək olmur. Yəni bunun üçün üst mütəxəssis gərəkir. Və qızımız təngnəfəsdir, tez-tez tərləyir, artıq çox halsız, çox düşkündür. Biz bu dərmanı uşağımıza uyguladıq və bu dərman əslində çox sehirli bir dərmandır. Adını çəkmirəm təbii ki də. Və bu dərmanı uyguladığımız anda ürək döyüntüləri hızlı bir şəkildə normala düşür. Məsələn, dəqiqədə 250 atırsa birdən-birə qırılma olur, ritm normala gəlir, 120, 100, 90 və uşağımız demək olar ki, danışa bilmirdi və nəfəs almaqda çətinləşirdi. Normal səviyyəyə gəldiyi zaman bizim ekipmana alqışladı və dedi ki, siz mənim qəhrəmanımsınız. O anda həqiqətən də özümüzü çox qəhrəman kimi hiss eləmişdik və o zaman mən düzdür, çox bu dönəmlərdə, bu situasiyalarda olmuşuq və o an həqiqətən də mən özümü öz ekibimizlə birlikdə qəhrəman kimi hiss eləmişdim və çox gözəl duyğuydu və uşaq toparladı və bizə sarıldı və bizi alqışladı. Bu bizim üçün çox gözəl bir xatirə olaraq qaldı. Antibiotikdən uşağımızda meydana gələn anafilaktik şoku anlatmaq istəyirəm. Bu zaman artıq həyatla ölüm arasında bir zaman mövcuddur əslində. Antibiotik uşağımıza vurulur və 5-6 dəqiqə sonra artıq anafilaktik şok gəlişmiş olur. Belli bir müddət ərzində siz ona ilk yardım etməsəniz, bu artıq ölümlə nəticələnə bilər. Ki, bəzi durumlarda valideynlərimiz o müddətdə övladını xəstəxanaya gətirə bilmir, çatdıra bilmir və yaxud da ki, ambulansa gec xəbər verilir və yaxud da ki, ambulans gəlib çata bilmir və uşağımız anafilaksiyadan ölüm gerçəkləşə bilər ki, belə bir vakamız olmuşdu. Uşağa antibiotik edilmişdi və anafilaksiya uşağımıza gelişmişdi. O zaman gəldiyində adrenalin dediyimiz dərmandan istifadə eləyirik ki, bu adrenalin o an uşağımız üçün həyat qurtarıcı dərman funksiyasını görür və
övladımız demək olar ki, ölümün pəncəsindədir və dəqiqələrlə mübarizə aparırıq əslində. Yəni adrenalini etdikdən sonra uşağımız tamamən toparladı, tamamən normala gəldi. Ona görə ev şəraitində antibiotik istifadə etməsi də qətiyyən arzu olunmazdır və istifadə olunmamasını önərirəm.